Her vaxtınız xeyirli olsun. Bir dəqiqə. Dostlar, zəhmət olmasa bəyənin, paylaşın. Bir də səs görüntümüz necədir, zəhmət olmasa yazın. Dostlar, zəhmət olmasa bəyənin, paylaşın. Bir dəqiqə səs ki necədir, görüntü yaxşıdır. Səs, görüntü yaxşıdır. Dostlar, salam olsun hər kəsə. Hər vaxtınız xeyirli olsun. Bugünkü mövzumuz dostlar, başlıqda görürsünüz. Hətta qapaq şəklində də qoymuşam. Xalqın təşkilatlanmasının qarşısını alan kimlərdir? Bununla bağlı danışacağım dostlar. Düzdür, mən bu danışdığım bir çoxlarının xoşuna getmir. Mənim əskim tüstülüdür. Hər zaman mən haqqı deyirəmsə, mən hədəfə gəlirəm, mən oluram pis insan, mən oluram ləyaqətsiz insan. Yəni bunların gözündə belədir, amma nə olur olsun, həqiqət dostlar olduğu kimi deyilməlidir. Faktlarla, sübutlarla, argumentlərlə danışıb, deyib, həqiqətlər ortaya qoyub demək lazımdır ki, xalqın hər şeydən xəbəri olmalıdır. Yəni ortalıqdakıların bir çoxunun xəbəri var, yəni kim kimdir, kim nədir, kimlə oyun oynayır, bir çoxlarının xəbəri var. Amma dostlar, Azərbaycan xalqının bu məsələdə, bu baş verənlərdən xəbəri olmasının çox önəmi var, həqiqətən. Dostlar, bəyənin, paylaşın. Deməli, dostlar, bir neçə gündür, salam yazan dostlara salam olsun. Bəyənin dostlar, bəyənin, paylaşın. Bir neçə gündür bilirsiniz ki, bu xain, alçaq, terrorçu Əliyevlərin gəlini, əxlaqsız, fahişə gəlini haqqında bir neçə gündür bunun təbliğatı gedir, bunun ifşası gedir. Təbii ki, bu gözəldir, əladır. Bunu da Mehman Hüseynov gündəmə gətirib, bu bombanı partladıbdır. Bunlar biabır olublar, rəzil günə qalıblar. İndi burada dostlar, məsələ nədir? Mehman Hüseynov həqiqətləri qoyur ortaya və bu həqiqətləri kölgəyə salan, ortalıqda özünə bloger deyən Elşad Məmmədovu, Qabil Məmmədov, sonra o birisi Məhəmməd Mirzəlisi var, odur. İndi bunlarla bağlı bir neçə burada fakt qoyacağım, dinləyəsiniz, özünüz də şahid olasınız. Deməli, Mehman Hüseynov faktlar paylaşır, bombanı partladır, adam gündəmi zəbt eləyir, diqqəti çəkir, biz də dəstək veririk, hamımız dəstək veririk. Çox maraqlıdır ki, bu gündəmi zəbt etməkdən istifadə edən, özünə bloger deyən bu Elşad Məmmədovu, bu Qabil Məmmədovu, bu Məhəmməd Mirzəlisi nədən, misal üçün Mehman Hüseynov bilirsiniz də, bir neçə gündür bu məsələlərlə bağlı paylaşım eləyir, faktlar, sübutlar qoyur ortaya, bizlər, mən, digərləri dəstək veririk. Nədən Mehman Hüseynovun paylaşdığı həqiqətlər, reallıqlar, faktlar, sübutlar birbaşa da olmasa dolayısı yolla kölgədə qalmalıdır. Niyə axı? Niyə Mehman Hüseynovun az-çox bilirsiniz də bir neçə gündür bunun paylaşımını eləyir, danışır, bizlər də danışırıq, dəstək veririk, nə gözəl olsun. Amma nədən Mehman Hüseynovun paylaşdığı həqiqətlər dostlar dolayısı yolla kölgədə qalmalıdır? Kimlər tərəfindən? Qabil Məmmədov, Elşad Məmmədov, Məhəmməd Mirzəli, hansı ki mənim əleyhimə iş aparan bu əxlaqsız, bu fahişə, bu namussuz, bu özünə hörmət eləməyən alçaqlar. Həmən bu gədələr. Mehman Hüseynov neçə gündə həqiqətlər paylaşır, faktlar, sübutlar qoyur ortaya. Az-çox inam qazanır, xalqın diqqətini çəkir, xalqın güvənini qazanır. İndi belə olan halda biz Mehman Hüseynova neynəməliyik? Dəstək verməliyik, apardığı işə görə dəstək verməliyik, önə çəkməliyik. Düzdür, bununla bağlı indi deyirlər, nə bilim, videosunu paylaşacaqlar. İndi özü də çıxıb dünənlərin Qabilin efirində danışır. Və ondan öncə də
Qabilin efirinə çıxmamışdan öncə də Məhəmməd Mirzəlinin zəng edib bunun haqqında belə danışması, Elşad Məmmədovun bunun haqqında belə danışması, bunlar təsadüf ola bilməz. Yəni bunun adı nə təsadüf ola bilməz, nə də zarafat ola bilməz. Yəni bu mümkün deyil. Məntiqlə, dostlar, məntiqlə Mehman Hüseynov az çox güvən qazanır, insanların diqqətini öz... Dostlar, səs görüntü necədir? Nəsə canlı yanında nəsə problem var deyəsən. Səs görüntü necədir dostlar? Zəhmət olmasa yazın burada. Səs görüntü dostlar, zəhmət olmasa yazın. Hə, yaxşıdır, yaxşıdır, əla. Hə, deməli dostlar, neçə gündür Mehman Hüseynov az çox xalqın iradəsini qazanır, güvənini, inamını qazanır. Bir balaca baş qaldırır, önə keçməyə çalışır. Keçməyə aynə dostum. Bu adamın apardığı həqiqi mübarizədən dostlar, mənə zəng eləməyin, xahiş edirəm. Bu adamın apardığı həqiqi mübarizəni niyə kölgədə qoyurlar? Baxın, diqqət edin, Mehman Hüseynov ilk birinci hissəni paylaşanda bu İlham Əliyevin əxlaqsız gəlini ilə bağlı. Deyir, Rafael, nə olub açıq danışır? İndi danışacağım, faktlar, sübutlar qoyacağım ortaya dostlar. Görəsiniz ki, xalqın təşkilatlanmasının qarşısını alan kimlərdir? Yəni, xalqın təşkilatlanmasının qarşısını alan adamlardan bir neçə nəfərini sizə göstərəcəm, sizə təqdim edəcəm. Onu özünüz görəsiniz də tanıyırsınız. Mehman Hüseynov çıxır, faktları qoyur, həqiqətləri qoyur. Birinci hissəni paylaşır. Qabil Məmmədov çıxıb efir açır. Başlayırlar Mehman Hüseynovun əleyhinə iş aparmağa. Güya bunu dəstəkləyirlər. O tərəfdə Mehman Hüseynovu dəstəkləyirlər. Bu tərəfdən Mehman Hüseynovun əleyhinə iş aparırlar. Efirlərdə niyə əməlli başlıca? İndi mən burada təqdim edəcəm, dinləyəsiniz sən. Hamısını şahid olasınız siz. Çox maraqlıdır. Bu adamlar niyə belə eləyirlər ki? Yəni, bunlar niyə meydanda varlar ki? Nə üçün varlar? Gəlin elə bir həqiqətlərə burada baxaq dostlar. Bir faktları qoyaq, bir səsini dinləyək bir dəqiqə. Hə. Bəyənin dostlar, bəyənin, paylaşın. Burada məsələ Mehman məsələsi deyil, ha. Bölücülüklə məşğul olan adamların adını çəkəcəm burada. Səsini, görüntüsü var, görüntüsünü qoya bilmirəm. Çünki vurub kanalı şikayət edəcəklər. Bunlar fahişədən əmələ gələnlərdir. Onu eləyə bilmirəm, amma mən burada səsini dinlətdirəcəm dostlar. Bir dəqiqə. Hə, deməli dostlar, Mehman Hüseynov İlham Əliyevin bu əxlaqsız gəlininin şəkillərini, videolarını paylaşdığı birinci hissədə həmən günün axşamısı Qabil Məmmədov efir açır. Bu fahişədən əmələ gələn oğurlaş, biqiriyyət, satqın köpək. Efir açır. Efirdə Məhəmməd Mirzəli də qoşulur efirə. İndi baxın, görün Mehman Hüseynovun haqqında görün Məhəmməd Mirzəli zəng edib Qabilə nə danışır? Diqqət elə dostlar, dinləyək. Mehman Hüseynov bu şəkilləri... Bir dəqiqə dostlar. Mehman Hüseynov birisində şəkilləri paylaşır. İndi Məhəmməd Mirzəli Qabil Məmmədova zəng edir, görün nə deyir Mehman Hüseynovun haqqında. Mehman Hüseynova buradan səslənirəm, buradan salamlayıram. Ayıq olmaq lazım. Mən inanmıram ki, sən bunu bilməyərəkdən eləyəsən. Sən bunu bilərəkdən eləyirsən sən. Sən çünki araşdırmacısan, bu işlərdə başın çıxır, anlayırsan, anlayışın var. Ola bilməz ki, sən bunları bilməyəsən sən. Ola bilməz ki, bu adamlar sənə qarşı oyun oynasınlar, alçaqlıq eləsinlər. Sənin apardığın qətiyyətli işi kölgədə qoysunlar, sən bunu başa düşməyəsən. Və başa düşüb də bunlara belə üz verəsən, yol göstərəsən, bu yaxşı hərəkət deyil. Bu apardığın mübarizənin nə qədər kölgədə qalmasını sübut eləyir. Eləmə belə şeylər, qardaş. Mehman Hüseynov. İndi diqqət edək, dostlar. Görün, Məhəmməd Mirzəli Qabil Məmmədovun efirində zəng vurur. Adam fakt qoyub ortaya, sübut qoyub. Gündəmi zəbt eləyib, partlayış eləyib. Mehman Hüseynovun əleyhinə bu adamlar iş aparırlar. Diqqət edin, dostlar. Dinləyin zəhmət olmasa, baxın. Mehman Hüseynov bu şəkilləri özü yaymağına rəğmən mən bir şey deyəm. O da fitir uşaqda. Özü hətta Heydər Əliyevin həyat yoldaşına baxıb qoqul vuran oğlandı o. Kim? Mehman Hüseynov özü. Mehman Hüseynov Alyoniya baxıb kəfləmə atandı, eləmi?
Tək qalıb. Qız da yaradı yoxdur Azərbaycanda bir də tanımayıb. Mehman Hüseynov da məcburən gəlib uşaqdan neynəsin? Aliyonanın şəkillərinə baxıb Google vurub. Deyir özü hər cürə şəkili videosu var ha, indi vermir efirə, həyat təhlükəsinə görə garanti saxlayır. Qorxur da qorxur ki, nə bilim, indi aləmdə indi gənclər sabun qıtlıq ola bilər Azərbaycanda. Bıraxsa efirə, Azərbaycan sabun qıtlıq olacaq. Qara sabun tapa bilməyəcək insanlar. Yaxşı, mən Mehmanın... Qardaşlarımız alacaqlar şəhərdən axşamada şap-şap, Google-çilər da Azərbaycana bilsin, axı kasıbsızlıqda heç kəs evlənə bilmir. Google. Dinlədiniz də dostlar, bu 52 saniyəlik videodur. Yəni Məhəmməd Mirzəli Zəngilov Qabilə bunu niyə desin ki? Olmazmı ki, aparılan qətiyyətli işdən partladılan o bombaya dəstək versin, nəfəs versin? Yəni nə gərək var ki, aparılan qətiyyətli işə dəstək verginən, arxasınca da başda ginən Mehman Hüseynovun əleyhinə bu işi apar. Niyə? Məqsəd nədir? Doğrudan da mı bunlar həqiqətən də həqiqi yoldadılar? Doğrudan da mı bunlar oyunçu deyil, yalancı deyil, fırıldaq deyirlər? Doğrudan da mı bunlar diri, ağıllı, şuurlu, ləyaqətli, cəsarətli insanlara dəstək verib önə çəkməkdən maraqlıdırlar? Doğrudan da mı belədir dostlar? Gəlin bir də dinləyək həmən səsi. Baxın. Mehman Hüseynov bu şəkilləri özü yaymağına rəğmən mən bir şey deyim. O da fitir uşaqda. Özü hətta Heydər Əliyevin həyat yoldaşına baxıb Google vuran oğlandı o. Baxın. Kim? Mehman Hüseynov özü. Mehman Hüseynov Alyoniya baxıb kəfləmə atandı, eləmi? Tək qalıb. Qız da yaradı. Qabil də burada qaz verir. Demir ki, bu adamın özünün videolarını, intim videolarını çəkiblər. Nə qədər saysız hesabsız intim videosu var Mehman Hüseynovun. Nə gərək var ki, Mehman Hüseynovun onun Heydər Əliyevin arvadının şəkillərinə baxıb Google vurmasına? Nə gərək var ki? Qabil də demir, qoşulub bir yerdə Mehman Hüseynovun əleyhinə iş aparırlar. O vaxtı mən Rafael Piriyevin əleyhinə iş aparan Məhəmməd Mirzəli, Qabil Məmmədov bu günləri Mehman Hüseynovun əleyhinə iş aparırlar. Bu qədər oğraşlıq olar. Bu qədər namussuzluq olar, hə? Azərbaycanda bir də tanımayıb. Mehman Hüseynov da məcburən gəlib uşaqdan neynəsin? Aliyonanın şəkillərinə baxıb Google vurub. Deyir özü hər cürə şəkili videosu var ha, indi vermir efirə, həyat təhlükəsinə görə garanti saxlayır. Qorxur da qorxur ki, nə bilim, indi aləmdə indi gənclər sabun qıtlıq ola bilər Azərbaycanda. Bıraxsa efirə, Azərbaycan sabun qıtlıq olacaq. Qara sabun tapa bilməyəcək insanlar. Yaxşı, mən Mehmanın... Qardaşlarımız alacaqlar şəhərdən axşamada şap-şap, Google-çilər da Azərbaycana bilsin, axı kasıbsızlıqda heç kəs evlənə bilmir. Bunun oyun olduğu, fitnənin fəsad olduğu buradan bəllidir. Özü şəkilləri paylaşmır ki, Azərbaycanda gənclər gedəcək sabun alacaq. Üzr istəyirəm. Gənclər gedəcək sabun alacaq, Google vuracaqdır. Bu sözdür, danışırsınız. Hə? Niyə bu oyunları oynuyorsunuz? Adam qətiyyətli iş aparır, adam ifşa eləyir, adam düşmənin içizini qoyur ortaya. Olmazmı ki, buna dəstək verəsiniz? Olmazmı ki, bunun xalqın içərisində qazandığı az-çox inamı, güvəni nədirsə, ona dəstək verəsiniz, nəfəs verəsiniz, daha da çox olsun. Nədən bu təbliğatda aparırsınız bunun əleyhinə? Xeyr ola. Hə? Burada bir nəfər yazıb ki, bəlkə zarafatdır. Zarafatdırsa, İndi Elşadın videosunu qoyacam burada. Dinləyəsiniz səsini. Bu zarafatdırsa üst-üstə mi gəldi? Mirzəli zarafat elədi, bu da mı zarafat elədi? Anlamadım, bu zarafat meydanıdır, yoxsa mübarizə meydanıdır? Hə? Bu dirəniş göstərmə, qalib gəlmə meydanıdır, yoxsa zarafat meydanıdır, nə meydanıdır? Yəni mən qətiyyətli olacam. Rejimə qarşı bomba qoyub, bomba partladacam, ifşa eləyəcəm. Sən mənə ələ salassan. Anlamadım mən bunu. Belə mübarizə olur. Hə? Belə dəstək olar, belə təşkilatlanma olar mı? Belə birləşmə olar mı ay dostlar, ay qardaşlar? Keçək indi Elşad Məmmədovun videosuna. Bəyənin dostlar, bəyənin, paylaşın zəhmət olmasa. Diqqət eləyək. Bayağı da baxıram, Mehman orada bir dənə söz dedi. Yəni bilmirəm, kim tutdu, tutmadı. Bilirsiniz deyir, harada söz dedi. Mehman Hüseynov dünənlərim Qabil Məmmədovun efirində idi. Orada deyirdi ki, dil mənim, nə bilim, parmaq mənim, nə bilim, nə mənim.
Şəxsi həyatımda özüm bilərəm. Mənim intim videomu paylaşsam nə olacaq ki güya? Mehman Hüseynov bu sözü deyir. Təzdən də Yaşat Məmmədov o efirdən sonra gedir efir açır. Mehman Hüseynovun əleyhinə görünə danışır. Tamamlayır ha. Tamamlayır. Diqqət edirsiniz. Bu birlik dölə kişi. And olsun Allaha bunun adı mübarizə deyil. Vallahi də, billahi də həqiqətə, haqqa dəstək verməyin adı bu deyil. Diqqət edin dostlar. Bayağı da baxıram, Mehman orada bir dənə söz deyir. Yəni bilmirəm kim tutdu, tutmadı. Orada Mehman deyir ki, məni deyir çəkiblər deyir. Mən özüm bilərəm. Dil mənim. Bayağı gərək camiyə girəndə deyərdim Mehmana. Mehman orada bir söz işlətdi. Bilmirəm kim tutdu, tutmadı. Yəqin Mehman dilbazilik eləyib orada. Mən belə başa düşdüm. Qayıdır deyir ki, dil mənim, barmaq mənim. Yəqin Mehman əziyyət çəkməyibdir. Elə zad elədiyi yerdən də Baxın. Mehman keyfdir. Deyir ki, dil mənim, bədən mənim, özüm bilərəm deyir. Girin Qabil efirində ona baxın. Mehman orada bir üstü örtülü söz deyir ki, yəqin sabahları Mehmanın o dilbazı məsələsi ortaya çıxanda deyəcək ki, mən o əvvəlcədən demişəm. Sokardayam, Sokarda. Canım gözüm ay Sokar. Sokar bizi dünyaya tanıdır. Mehman yaxşı bir söz deyir ki, dil mənim, barmaq mənim, 21-ci barmaq da mənim, özüm bilərəm, nə eləmişəm, eləmişəm. Seks deyir, azaddır. Düzdür, mən daha İsveçrədə yaşasam da, o dərəcədə yəni deyil də, yəni ki, o dil mənim, yəni bu bizdə biraz yaxşı çıxmır, ayıbdır. İndi özdə Mehmanı gələndə aparmışam, bu şeydir, bir dayı kimi, bir əmi kimi əlindən tutub aparmışam. Yaxşıdır, aparmışam onu bazdıra. Qoy gəlsin, qulluğunda yanacam Mehmana. Bax, diqqət elədiniz. Dünənlərim Mehman Hüseynov Qabil Məmmədovun efirinə çıxır. Bunu ələ salırlar. Ələ salırlar. Bunu Mehman özü də yaxşı bilir. Özü də yaxşı bilir, cavab vermir. Qardaş, niyə cavab vermirsən? Niyə demirsən, ki, biz bura nəyə çıxmışıq? Bunlar nədir belə? Başa düşənmədim mən. Məni niyə ələ salırsınız? Niyə oyun oynuyorsunuz? Niyə mövzuya aid olmayan sualları mənə verirsən? Niyə? Demir onu. Demir. İndi Elşada diqqət edin ha. Efirdən sonra gedib efir açır. Mehman Hüseynovun əleyhinə iş aparır, tamamlayır. Mehman orada mesaj göndərir ki, indi bilmirəm, mənim Mehmanla əlaqəm yoxdur. Yəni, belə deyək də, ömrümdə birinci səfər onunla əlaqəm olubdur. O da dünən yox sırağan, mənə link göndərib ki, bunu paylaş. Ömrümdə birinci səfər. Mənim o adamla əlaqəm olmuyubdur. Belə mediadan tanımışam. Məsələ o deyil. Ola bilər ki, Mehman bilmirəm, yəni orada o Elşadın dediyi kimi dilbazili eləyər, neyər, məsələ o deyil. Bunu sən niyə danışırsan təzdənlə? Hə? Elşad Məmmədov niyə danışırsan? Nətər olur ki, Məhəmməd Mirzəlinin bacısının ağzına bir gədə şeyini verir, əmizdirir bacısına. Ona deyirsiniz qəhrəmandır. Tarix yazır, xalqın ləyaqətli evladıdır. Cəmil Həsənlinin qızının aparıb ağzına zad elirlər, verirlər, əmizdirirlər qızının ağzına. Cəmil Həsənliyə siyasətçi müxalifət deyirsiniz. Amma Mehman Hüseynova gələndə deyirsiniz ki, bu dil vurandır. Rafael Piriyevə gələndə deyirsiniz ki, bu daldan verəndir. Nətər olur ki bu? Hə dostlar, nətər olur? Bunlar kimə xidmət edirlər? Bu nə söz daha Elşad Məmmədov? Hə? Olmazmı ki, adam az çox xalqın güvənini qazanıb, inamını qazanıb, düzdürmü? Olmazdı mı ki, siz adam efirə çıxın, hamınız dəstək verin, deyin, bu adam bax bir bomba partladıb, diqqəti çəkib özümüzə, gündəmi zəbt edə bilirik. Əgər biz birlikdə nəsə eləyə biliriksə, gəlin birləşək, xalqı təşkilatlandıraq, olsun Mehmanın ətrafında, olsun əlinin, olsun vəlinin, olsun digərini, fərq eləmir. Sonuc olaraq gəlin birləşək, təşkilatlandıraq, nəsə eləyək. Eləyə bilirik də, Elşadı, Mirzəlisi, Qabili, Rafaili, Əloğuzu və Turan Sadıqlısı digəri. Bunu eləyə bilirik də, düzdürmü? Bunu əlimizdən gəlir. Subut oldu da bu. Baş verən ortalıqda bu son gündəm var ha. Bu İlham Əliyevin fahişə gəlininin ifşası. Subut elədi ki, biz bir yerə gəlsək, nəsə eləyə bilərik. Düzdürmü? Amma bir yerə gəlməyimizin qarşısını alan kimlərdir?
Nədən Elşad Məmmədov bunun əleyhinə belə danışsın? Hə? Və yaxud da bayaqların səsini sizə dinlətdirdim. Məhəmməd Mirzəlisi. Niyə? Sizcə bunlar üst-üstə gəlir, zarafat ola bilərmi? Bunun biri zarafat olsun. Ola bir dənə də video qoyacağım. Baxın, Elşad Məmmədovun. Digər video. Barmaq da mənimdir, dil də mənimdir, nə bilim, instrument də mənimdir. Mehman kompleks deyib də, mən o sırada tuttum. Yəqin bu yaxın... Mehman deyir, kompleks deyibdir. Diqqət edin ha. Güya bunlar Mehmana dəstək verirlər. Güya bunlar Mehmanın həqiqi, doğru olduğuna görə ona dəstək verirlər, onu dəstəkləyirlər. Efrət çıxardılar, qabağa çəkirlər. Amma əleyhinə aparılan işə baxın ha. Mehman kompleks deyib. Diqqət edinirsiniz. Əliyev rejimi deyir ki, mən sənin intim videolarını paylaşacağım. Bunlar da onun videolarını tamamlayır. Mehman da çıxıb efirdən deyir ki, nə mən, dil mənim, nə bilim, nə mənim. Bu sözləri deyib, bunu da çıxıb istifadə edirlər Mehmanın əleyhinə. Güya bunlar öz aləmində doğrunu danışırlar. Rəzalət deyə. Bu xalqı parçalayırlar. Bu xalqı rəzil günə qoyurlar. Bunlar. Bunlar Azərbaycan xalqına işləyirlər bu adamlar. Bu Elşad Məmmədovu, Qabili, Mirzəlisi doğrudan da bu millətin bir yerə gəlib təşkilatlanıb, böyük bir gücə çevrilib, həqiqətən də ləyaqətli, bu rejimi devirib, ləyaqətli, rejimin devrilməsi uğrunda mı varlar bu yolda? Doğrudan da mı belə dostlar? Mən bunu sizlərə görə təqdim edirəm. Mən bunu Elşadıymış, Mirzəliymiş, Qabili, bu fahişədən əmələrə gələnlərə yox. Yoksa bunlar bir zibil deyirlər, bunlar bir pox deyirlər. Bunların içizi çıxıbdır ya. Bunlar bir şey olublar. Məsələ o deyil. Mən bunu sizlərə görə qoyuram. Ki, sənin meydanın nə gündə da millət, ha qardaşlar? Ay insanlar. Doğrunu deyəni, düzü deyəni sırazı ləkəliyirlər. Birbaşa da olmasa dolayısı yolla. Məsələ budur. Barmaq da mənimdir, dil də mənimdir, nə bilim, instrument də mənimdir. Mehman kompleks deyib də, mən o sırada tuttum. Yəqin bu yaxınlarda işsiz çıxacaq, yenə deyirəm. Mehman açıqlamanı ona görə verir. Baxın, deyir ki, bu yaxınlarda Mehmanın deyir, videoları yəqin ki paylaşılacaq, ona görə Mehman bu açıqlamanı verir. Sən kimə xidmət edirsən, ay Elşad Məmmədov? Nədən narahatsan ki? Anlamadım mən. Nədən narahatsan? Necə olur ki, Məhəmməd Mirzəlinin bacısı Şeyh Əmir video çəkib paylaşırlar, bu olur xalq üçün mübarizə aparan qəhrəman adam. Amma Mehmana gələndə deyirsin dil vurandır. Rafaelə gələndə deyirsin daldan verəndir. Anlamadım mən. Siz kimsizsiniz? Doğrudan da bu millətin ləyaqətli evlatları, bu milləti xilas edəcək gücdə, ağılda, cəsarətli adamsınız. Doğrudan da mı belədir? Adamın bir kişiliyi olar, hə? Adamın bir ləyaqəti olar. Adamı çıxartmışsınız efirə, Mehman Hüseynovu. İnsanların, xalqın inamını, güvənini az çox qazanıb. İstifadə eləyin də bəs. Deyək ki, ay Mehman, ay qardaş, başa düşdü, indi bu, sən ifşa eləyirsən, gündəmə gəlir, biz də dəstək veririk, sən də bizə, biz də sənə. Amma nə etmək lazımdır bundan sonra? Olarmı ki, hamımız bir yerdə kanallarımızı birləşdirək, necə ki, çıxıb dəstək versin, nə güzel də. Kanallarımızı birləşdirək, əl-ələ verək, böyük bir gücə çevrilək. Azərbaycan xalqımızı təşkilatlandıraq. Onsuz da mən gecə-gündüz, ay İlham Əliyev, mənə 500.000 pul vercinəm, çıxıram gedəm, sənə pul verəsi də öyle İlham Əliyev, Elşad Məmmədov. Pulu İlham Əliyev o adama verir ki, onu qoruyub saxlayır, sənə niyə versin ki? Sən dəlisən mi belə, sənə ağıl durman var? Sən nə tər mübariz adamsan sən? İlham Əliyev pulu o adama verir ki, onu ayaqda saxlayır. Sən İlham Əliyevə nə xeyrin var ki, sənə pul versin? Heç kəsə verməz. Yığışdırın bu oyunlarınızı. Olmaz mı ki, Mehman Hüseynova deyəsən ki, özü deyəcək ki, efirlərdə mən prinsipiyal adamam. Hansı prinsipiyal? Prinsipiyalsan Mehman Hüseynov gündəmi zəbt edib, diqqəti çəkib özünə, az çox inancı qazanıb. O zaman istifadə edin də. Azərbaycan xalqının xeyrini istifadə edin. Tələb edin. Mehman Hüseynov efirdən deyir ki, 2 dəfə dedi. Mənim dedi, Facebookumda, Instagramda, YouTube'da, TikTok'da hamısı var. Hamısı da kifayət qədər izləyicisi var. Düz də deyir, hamısında ən aşağısı yarım milyon abunəsi var. Adam söz tulladı ki, söz tulladı. Məndə də güc var, gəlin birləşək. Amma adamı nə elədilər? Lağa qoyurlar. Deyir, Mehman deyir, optavoy gedib, komple. Dilləmə, əlləmə, nə bilim, belləmə. Baxın, dəlixana deyirlər, kimdir belə? Bunlar nə gəzirlər meydanda? Bunlar doğrudan da xalqın evladının biri var. Doğrudan da bizi xilas eləmək üçün varlar bu meydanda.
Doğrudan da belədir qardaşlar, ay dostlar, ay insanlar. Barmaq da mənimdir, dil də mənimdir, nə bilim, instrument də mənimdir. Mehman kompleks deyib də, mən o sözəki tutdum. Yəqin bu yaxınlarda işi çıxacaq, yenə deyirəm. Mehman açıqlamanı ona görə verib ki, özüm bilərəm, dil də mənim, barmaq da, barmaq da mənim. Mehmana deyir ki, bu yaxınlarda deyir, yəqin ki, videosu çıxacaqdır, indidən özünü qarantiləyir. İndidən Mehmana qarşı mübarizə aparırlar, bunlar. Şuuraltı insanlara səslənirlər, əməlli başlıca. Mehman indidən mesaj verib, ola bilər onun videosunu paylaşarlar. Orada ələmət dilləməz adı olar. İndidən özünü qarantiləyir, ha. Mehman Hüseynova dəstək vermir, neyinirsiniz? Mən bilmirəm, Mehman Hüseynovun videosunda nə qarib, neyinir? Mənim xəbərim yoxdur, şu adamla əlaqəm yoxdur. Mən bu mövzunu niyə açmışam? Bizi təşkilatlanmadan, bizi birlikdən ayıran, buna səbəb olan kimlərdir? Mən bunu sizə görə qoyuram ki, baxın bu adamlar kimlərdir? Düşüblər ortalığa ki, biz mübarizə aparırıq, bir xalqın, xalqın sözünü deyirsən, xalqı niyə parçalayırsan? Xalqı niyə parçalayırsan? Mehmana inanan insanlara nə dedin? Ay Elşad Məmmədov, bax buyur. Burada bu sözünlə nə dedin? Ay Elşad Məmmədov, buyurun. Bir dəqiqə. Burada bu sözünlə nə dedin sən cəmaata? Elşad Məmmədov, nə dedin? Barmaq da mənimdir, dil də mənimdir, nə bilim, instrument də mənimdir. Mehman kompleks deyib də, mən o sözəki tutdum. Yəqin bu yaxınlarda işi çıxacaq, yenə deyirəm. Mehman açıqlamanı ona görə verib ki, özüm bilərəm, dil də mənim, barmaq da, barmaq da mənim. İndi nə olar ki, adamlar var, müasirdirlər, dilbazilik deyirlər. Zaman oğlandır da, özü bilər. Kim tutdu o termanı tutdu, tutmadı özü bilər. Mehman Suvoyski qadalı. Baxın, görsünüz necə məzələnirlər. Müasir qaqalardandır Mehman Hüseynov. Dilbazidir, dilbazilik eləyir. Hə. Dilbazilik eləyir. Deyir, mən nə deyim, deyir, o müasir adamda, deyir, nə var ki burada, o da belə istəyir. Yəni, biabırçılıq deyir, bu adamlar kimdir belə? Siz Mehman Hüseynovu efirə çıxartmışsınız, tələblər qoyun ortaya. Mehman Hüseynov sizə, siz Mehmana, xalqın təşkilatlanması ilə bağlı, bir yerə gəlməsi ilə bağlı nə etmək olar? Ay Mehman Hüseynov, sən də Avropadasan, mən də, o da, bu da, gəlin yığışaq bir yerə. Bəlkə elə Mehman Hüseynovun apardığı bu iş bizim hamımızın birliyimizə səbəb olacaq. Doğru mu qardaşlar? Bəlkə Mehman Hüseynovun apardığı bu iş bizim hamımızın bir yerə gəlməmizə səbəb olacaqdır. Axı buna niyə nəfəs vermirlər, niyə dəstək vermirlər ki? Hay Elşad Məmmədov, niyə belə danışırsınız? Və yaxud da Mirzəlisi, niyə belə danışırsınız? Yəni bunlar, yəni, bəyək burada bir dostumuz yazmışdı, zarafat eləyib. Qardaş, burası zarafat meydanı deyil, bura. Bu zarafat deyil, bu. Başa düşdünüz? Ona qalsa Mirzəlinin əleyhinə də batısını çıxardım, nələr eləyiblər. Onda mən də çıxım, danışım, deyim, zarafat eləyirdim. Elə şey olur, hə? Ayıbdır. Belə şey eləməyin. Bu nədir belə? Kimsiz siz? Nəyin mübarizəsini aparsınız? Bu haranın mübarizəsidir? Nəyin mübarizəsi də belə? Hə? Çıxıb efirə Mehman Hüseynova nədir? İsveçrə pulları göstərir ki, baxın, 30 min əlimdə pul ver, gəlcinən bura sənə qonaqlıq verim. Bunu niyə eləsin ki, dostlar? Nə deməkdir ki bu? Hə? Efirdən çıxıb, mən çıxım deyim, ay Mehman Hüseynov, mənim baxçının əlimdə 30 min pul var. Gəbra, mən sənə qulluğundayam. Bunu niyə mən efirdən deyim? Bəyəm, mən bunu şəxsdən deyə bilmərəm Mehmana. Sizcə bu deyilən sözün, edilən hərəkətin şuuraltı nə mesaj verir? Nə anlayaq? Hə? Siz dələduzsunuz, siz. Siz maşinliksiniz, siz cındasınız, siz 200'də uğraşsınız. Siz fahişədən əmələ gələn biqriyyət namussuzsunuz siz. Sizə dəstək verənlər də elə sizin kimi fahişədən doğan uğraş peysər yığınıdır. Özünü tanıyan şərəfli adam, ləyaqətli adam sizin kimi uğraşlara dəstək verməz. Sizin kimi cındalara dəstək verməz. Çünki siz təşkilatlanmanın, xalqın bir yerə gəlməsinin qarşısını alan alçaq biqriyyət uğraşsınız siz. Başa düşdünüz? Yalandan çıxıb cəmaata deyirsiniz, ay mən nə bilim işləyirəm, pul qazanıram. 30 min belə gəldi, sigaretimi tərk etmişəm, getmişəm, cip almışam özümə. Almaniyada, Fransada, nə bilim İsveçrədə belə bir şey var ya,
sigaretini tərk etkinə cip al ginə. Sən dəlisən o belə, sənin ağıl durman var. Yalandan gedirlər, gəh dönərxanada döşlüyü geyinirlər, qavqaşıq yürürlər, 2 dənə şəkil çəkdir, paylaşırlar ki, baxın mən fəhlə babayam, mən nədir? Döşlük taxıb qavqaşıq yürürəm. Satılıblar axı, pul alıb yeyirlər. Görürsünüz də, Elşad Məmmədov tez-tez çıxıb deyir, kim pul alıb yeyirsə, halal xoş olsun, mən onu işsat demirəm. Niyə almısınız? Məqsəd nə idi ki? Hə? Məqsəd nə idi? Pul gəlib də almışsınız, xalqı təşkilatlandırın da. Buraxın təşkilatlanmaya da. Ancaq yeməklə məşğulsünüz. Bahalı cip almaq, əlinizdə 30.000 pullar, yığışırsınız, nədir o? Mirzəli ilə Turan Sadıqlı gedirsiniz, nədir? Palma adalarında gəzirsiniz, yaşayırsınız, kef edirsiniz. Hardan deyil bu pullar? Hardandır? Hardandır? Belə pullu oğlanlarsınızsa buraxın təşkilatlanmaya da. Niyə buraxmırsınız? Buraxın da. Niyə buraxmırsınız? Manafzalı Cəlizadəni çağırıb orada bir dənə dönər alırsan, bir dənə kol alırsan, sonra deyirsən qardaşa. Ola bir dənə kompüter alırsan, 3.000'ə, 5.000'ə o kanal açsın, işini görsün. Eləyində niyə eləmirsiniz? Hə? Artistlik eləyirlər. Yalandan nağıl danışırlar. Gedirlər buralarına belə döşlük vururlar, qavqaşıq yürük, fəhlə adamıq. Sonra da baxırsan, nə bilə 50.000'lik maşın sürür. Nə bilim, gəh deyir, sigareti tərk etmişəm. Sigarete verdiğim pulu veririm, kredite cip sürürəm. Siz dəlisiniz, nəsiz, siz cəmaatı ələ salmışsınız, siz. Hə? Sigareti tərk etmişəm, maşın almışam, nədir? Ələ salmışsınız bu cəmaatı. Siz maliyyələşirsiniz, siz pul alırsınız, siz. Başa düşdünüz, siz bizim kimi ləyaqətli oğulların üzərindən pul qazanan qəhbənin balalarısınız, siz. Fahişədən doğan oğraş tıvar yığınısınız, siz. Kişisiz, siz. Hə? Tıvar yığını. Cəmaatı ələ salıblar, ya. Oğraş biqriyyətlər. Beğenin dostlar, beğenin, paylaşın. İnsanları anlatmaq olmaz, insanları belə ələ salmaq olmaz. Mehman Hüseynova bu günlərin Mehman Hüseynova qarşı olan bu alçaqlıq mənim əleyhimə olub vaxtında. Bu arvadı qəhbə, bu Qabil Məmmədov petuq bilə şakal gədə. Sonra o birisi Mirzəli bilət, bağışsız soska, anası fahişə, o birisi hamısı bilət. Cımda tıvarı paskuda gədələr. Belə mübarizə olur, osturaqlar. Mehman Hüseynov paylaşım elir, bomba qoy partladır, buna dəstək verirsiniz, qardaş dost deyirsiniz. Sonra da çıxıb deyirsiniz ki, Mehman Hüseynov İlğam nədir, Heydər Əliyevin arvadın şəkillərinə baxıb qoğulu vurur. Bu tərəfdən Elşad çıxıb deyir ki, bu Mehman Hüseynov dil vurandır, amyalayandır. Utanmırsınız, oğraşdır, peysərlər. Mehman Hüseynov efirdən bir mesaj göndərir. Düşmənə qarşı hədə dili ilə danışır, əcəb eləyir. Ola bilər ki, o şey ola bilər, mən bilmirəm, xəbərim yoxdur. Ola bilər ki, Mehman onun dediyi kimi olar. Amma Mehman bir mesaj göndərir ki, eləməginəm belə şey. Ola bilər. Siz niyə bunu açıb ağardırsınız? Niyə? Budur da, buradadır videom, bax. Barmaq da mənimdir, dil də mənimdir, nə bilim, instrument də mənimdir. Mehman kompleks deyib də, mən o sözəki tutdum. Yəqin bu yaxınlarda işi çıxacaq, yenə deyirəm. Mehman o söhbəti efirdən sizə görə demədi, siz tutasınız söhbəti. İlğam Əliyev rejiminə dedi ki, onlar tutsun söhbəti ki, mənlə işiniz olmasın. Bizlə işiniz olmasın. İnsanların ailələrinə, şəxsi həyatına girməyin, belə eləməyin. Mehman Hüseynov bu mesajı ora göndərdi, Elşad Məmmədov. İlğam Əliyev rejiminə göndərdi. Bir qiriyə köpək oğlu, oğraş bilə şəkal gədə. Mehman Hüseynov sənə göndərmədi bunu, bu temanı tutasın. Tipoy oğlu, tipoy. Satqın köpək oğraş. Bu nə də? Bunlar kimdə belə? Bunlar haranın qancığıdır? Hansı qancıqdan əmələ gəliblər? Tökülmələr ortalığa. Allah xalq üçün canımızı qoymuşuq, qanımı. Hansı canın? Göt verəm bilət. Hansı canınızı? Bizim kimi oğulların üzərində pul qazanırsınız. Göt balaları göt. Yalandan nə bilim, sigareti tərk etdim, maşın aldım, cip. Yalandan nə bilim, gedirsiniz buradan bura döşlük vurursunuz, qavqaşıq yuyursunuz hansısa restoranda, tanıdığınız bir restoranda. 2 dənə şəkil çəkir, paylaşır, deyir, bax, mən deyir, əziyyət çəkirəm, deyir, mən belə oğlanım, xalq üçün canımı qoymuşam. Sonra da efirdən 30 minləri belə-belə göstərir.
Hansı qavqaşıq yuyan efirdən çıxıb 30 min göstərər, hə? İstəyir Almaniyada, istəyir Fransada, istəyir nə bilim İsveçrədə. Hansı qavqaşıq yuyan çıxıb efirdən 30 min belə frankları göstərər. Hansı qavqaşıq yuyan? Hə? Xəstə köpək, xəstə. Bəstirin də ayıbdır buna da belə. Buna haranın qancığıdır, haranın fahişədən əmələ gələnlər də bunlar. Deyir, vallahi Rafael düz deyirsən, Elşad üçün əsas batmış pullarını geri qaytarmaqdır. O ayrı bir məsələdir. Mən demirəm ki, sənin pullarını alıblar, niyə buna qarşı savaşırsan? Axı sən oyun oynayırsan, axı sən. Mehman efirdən Əliyev rejiminə mesaj göndərir ki, mənim videolarımı paylaşmaqla heç nəyə nail ola bilməyəsiniz. Bu işlər işləmir. Siz çıxıb efirdən buna nəfəs verirsiniz, biabır edirsiniz. Deyirsiniz ki, Mehman Hüseynov temanı tutdunuz deyil, orada görsün nədir? Baxın. Diqqət edin dostlar, baxın. Barmaq da mənimdir, dil də mənimdir, nə bilim, instrument də mənimdir. Mehman kompleks deyib də, mən o sözəki tutdum. Yəqin bu yaxınlarda işi çıxacaq, yenə deyirəm. Mehman açıqlamanı ona görə verib ki, özüm bilərəm, dil də mənim, barmaq da mənim. Bu söz deyilərmə ki, bu nə qədər oğraş adamlar da bunlar. Bunlar nə qədər qancıq adamlar da bunlar. Bunlara dəstək verən də özləri kimi qancıq deyil. Ləyaqətli kişi, qətiyyətli kişi, mübariz kişi, ləyaqətli özünü tanıyan, yolunu bilən kişi buna dəstək verə bilməz. Mümkün deyil, məntiq bunu deyir. Bunlar kimdir belə? Kimdir bu adamlar? Məhəmməd Mirzəlinin özü də, baxın, diqqət edin. Mehman Hüseynov bu şəkilləri özü yaymağına rəğmən mən bir şey deyim. O da fitir uşaqda. Özü hətta Heydər Əliyevin həyat yoldaşına baxıb qoğul vuran oğlandı o. Kim? Mehman Hüseynov özü. Mehman Hüseynov Alyoniya baxıb kəfləmə atandı, eləmi? Tək qalır. Qız da yoxdur Azərbaycandan. Bax, Qabil də bir yerdə Məhəmmədlə demir ki, bunun bizə nə adəti var? Bu nə sözdür danışsan? Bu nə sözdür? Bizim nəyimizə lazımdır? Mehman nə bilim qoğuli vurdu, moğuli vurdu. Sən nədir bu ay qardaş? Mehman bir iş görüb, dəstək vermək lazımdır. Xalqın az çox güvənini qazanıb, gündəmi zəbt eləyə bilirik. Sən Mirzəli, sən Qabil, sən Rafael, sən Elşad, sən nə bilim Əli Oğuz, digər gündəmi zəbt eləyə bilirik. Nəsə eləyə bilirik də demək ki, sübut oldu da bu. Ayın 24-ü yoxsa 25-i idi. 23-dən dəsən. Başlayan bu məsələ, bu ifşa məsələsi Mehmanın. Gündəmi zəbt elədi, bizə dəstək verdik, nəsə elədik. Biabır oldu, yerlə bir oldular. Qabil deməyəcək ki, dayan görə bu kəfləmə vurmaq nədir, qoğuli vurmaq nədir, zad nədir? Qardaş, ortalıqda bir ifşa var. Mehman Hüseynov ifşa eləyir. Biabır eləyir bunlar. Biz də bunlara dəstək veririk. Dəstək verdiksə, nəysə görürük ki, eləyə bilirik. İnformasiyada qalib gələ bilirik. Olmazmı ki, Məhəmməd Mirzəli hamımız bir yerdə Mirzəli, Qabil, nədir, Mehman, yox, Rafael daldan verir. Rafael daldan verir, İrana işləyir. Turana işləyir, nə bilim, Əliyev hakimiyyətini işləyir. Məni qoyduq kənara, daldan verirəm mən. Olmazmı ki, siz birləşəsiniz? Mənə deyirsiniz, daldan verir, hakimiyyətə işləyir. 100 dənə şər atsız, qəhbənin doğduqları. 100 şər atırsınız mənə qarşı. Məni qoyduq kənara. Olmazmı ki, özün deyəsən ki, o Qabil Məmmədov, özün deyə bilmirsən ki, Mirzəli, dayan görə, bu şəkilə baxmaq nədir, qoğulu vurmaq nədir? Biz gündəmi zəbt eləyə bilirik, rejimə zərbə vura bilirik, biz informasiyada nəsə eləyə biliriksə, demək ki, biz realda da nəsə eləyə bilərik. Olmazmı ki, biz Mehmanın, Mirzəlinin, Qabilin, Əli Oğuzun, digərinin hamımız birləşək, əl-ələ verək, lazımca real görüşlər keçirdək, təşkilatlara xalq da bizi görsün, bizdə güc alsın. Gözlükə bir kişilər birləşdə, bir kişiliklər var bunların. Bir qiriyyətlər, namuslar var da. Bir ləyaqətlər var da, bu millət üçün can qoydular. Həqiqətən can qoyduqlarını sübut eləyirlər. O da bunu millətə sübut eləyin də. Niyə demir Qabil? Niyə demir? Qaz verir. Baxın, diqqət edin. Mehman Hüseynov bu şəkilləri özü yaymağına rəğmən mən bir şey deyim. O da fitir uşaqda. Özü hətta Heydər Əliyevin həyat yoldaşına baxıb qoğul vuran oğlandı o. Kim? Mehman Hüseynov özü. Mehman Hüseynov Alyoniya baxıb kəfləmə atandı, eləmi? Bilmirəm, sözə baxırsan. Qız da yoxdur Azərbaycanda bir də tanımayıb. Mehman Hüseynov da məcburən gəlin uşaqda neynəsin?
Alyonanın şəkillərinə baxıb Google vurub. Deyir özü hər cürə şəkilli video. Mehman deyirsin, özü deyir mənim intim videolarımı paylaşıblar. İntim ehtiyacı da bunun intim videolarını paylaşıb. Bunlar deyirlər ki, yox, intim videosu zad yox deyir. Mehman şəkilə baxıb Google vurubdu deyir. İntim zad videosu yoxdur. Bunu gəlib çıxır. Necə gəl, başa düşənmədim mən. Mehman deyir, mənim intim videolarım var. Yəni mən qızla olmuşam. Cinsel əlaqəyə girmişəm, özü deyir. Bunlar deyirlər, yox olmuyordu. Bunlar bunu deyirlər, yox deyir, olmuyordu. Heydərin arvadının şəkilə baxıb Google vurub. Bu qədər tərbiyəsizlik olar, hə. Bu qədər uğraşlıq, alçaqlıq olar, qardaşlar. Ay insanlar, ay gözəl insanlar. Belə bir abırçılıq olar, kimdir belə? Bunlar nə gəzirlər meydanda? Hə? Nə gəzirlər? Osu var ha, indi vermir efirə, həyat təhlükəsinə görə garanti saxlayır. Qorxu da qorxu ki, nə bilim, indi aləmdə, indi gənclər sabun qıtlığı ola bilər Azərbaycanda. Bıraxsa efirə. Deyir, Mehman qorxur, deyir, şəkilləri buraxmır. Mehman çıxıb efirdə deyir ki, mən həyatımı qoymuşam, mən canımı qoymuşam. Buna görə məni öldürə də bilərlər, hər şey ola bilər, mən risk eləmişəm. Bunlar deyirlər ki, yox, qorxur, heç də paylaşmayır. Paylaşım axı. Bu nə yalandır, ay Qabil, ay Mirzəli. Nə qədər tərbiyəsiz alçaq fahiş adamlar, səsiz. Nə qədər uğraş adamlar, səsiz. Bəsdirin də belə olmaz axı, qardaş. Bu dərdimizi kimə deyir? Bu nə oyunlardır? Bunlar kimdir belə? Bunlar doğrudan da mı bizim xilasımız üçün çox çıxıblar? Doğrudan da mı bizi bu rejimdən xilas eləməsin? Doğrudan da mı belədir? Nədir bu belə, qardaş? Kimə deyək dərdimizi? Belə dərd mi olar? Belə biabırçılıq mı olar? Nədir bu belə? Nə? Deyir, blogerlərin içində bir dənə manavdır. Təmiz mübarizə aparan. Təmiz mübarizə aparan manavdır, geçsin bir şey eləsin də. Faktlar var burada. Özünə də göndərmişəm. Geçsin, desin. Desin, nə bilə, sən dolamısan bu cəmaatı. Bu nədir belə? Bura zarafat meydanıdır, bura bambılı meydanıdır, bura nə bilim, oyun oynamaq meydanıdır, bura mübarizə meydanıdır. Zarafat meydanı nədir? Mirzəli buradan Qabillə ələ salır, oradan da Elşad. Bu təsadüf ola bilər. Hə? Bu zarafat ola bilər. Anlamadım mən. Çıxıb efirdən Mehmana belə pullar göstərir ki, gəl girən qulluğunda hazıram. Özünə şəxsdə denən də onu efirdən niyə deyirsiniz ki? Yəni nə deməkdir? İnsanlara şuratın nəyi demək istəyirsiniz? Siz kimə xidmət edirsiniz? Siz də oradan da həqiqi yoldasınız. Hə? Ay. Oğraş vicdansız alçaqlar. Məsələ buradadır ki, bu neçə olur ki, bu Mirzəlinin bacısının videosunu paylaşırlar, Mirzəliyə heç də demirlər. Mirzəli xalq qəhrəmanı olubdur. Ləyaqətli oğul, kişi adam olubdur. Amma həm də Cəmil Həsəninin qızını paylaşırlar. O olub siyasətçi, mübariz adam, qəhrəman adam, savadlı adam, dirəniş göstərən canlı qoyan adam olubdur. Mehman Hüseynovu lağa qoyurlar. Mehman Hüseynovu çıxıb əleyhinə iş yaparırlar. Deyirlər ki, bu deyir Dilburandır, deyir. Bu komplek deyir, komplek. Bunlar kimdir? Bunlar nə qədər əclaf alçaq adamlar da. Belə olan halda biz necə birləşə bilərik? Belə olan halda bu xalq necə təşkilatlanacaq? Dostlar, qardaşlar, ay insanlar. Çıxardıblar Mehmanı efirə. Belə deyək də, publikaya işləyirlər. Adamlar publikaya işləyirlər. Bəyənin, paylaşın, 4000 olsun, 5000 olsun, 6000 olsun. Cəmaatda sərfəli sözlər danışın. Sərfəli sözlər, Mehmanı çıxartmışsan, Mehman gündəmi zəbt eləyib, insanların iradəsini, inamını az çox qazanıb, qardaş, nə gözəl. Denək ki, ay Mehman Hüseyin, qardaş, bu ifşanız adı bildik. Bu bir fürsətdir. Olarmı ki, bu fürsəti gözəl dəyər? Niyə demirsiniz? Niyə danışmırsınız? Çıxıb Mehmana deyirsiniz, mənim puluma bax, gör nə qədər pulum var. 30 minim var, gəsər qonaqlıq verəcəm. Bu xalqı xilas eləyin də. Bu xalqı təşkilatlandırın da. Mehman 2 dəfə söz etdi ki, 2 dəfə. Mənim Facebookumda, TikTokumda, Instagramda, YouTube kanalımda hamısı kifayət qədər milyonlarla adam izləyir. Pirus da sizlərin. 2 dəfə söz etdi ki, gəlin birləşək, gəlin təşkilatlanaq. Bu məsələnin üzərindən fikir versiniz deyir. Bir-birinə qarşı olan blogerlər belə və yaxud da digərlər belə
bu məsələdə dəstək verdi. Memar Hüseynə söz deyir, söz atıra kişi, Memar Hüseynə məzələnirlər. Deyən yoxdur burada, böyle düz deyirsən qardaş. Ki bu fürsəti dəyərləndirir. Deyən yoxdur. Ki xalqı təşkilatlandıraq. Ki bir yerə yığaq. Bir ideya cızaq. Sən də Avropada, mən də hamımız görüş keçsək. Əlimizdən gələni eləyək. Yox da kişi, yox. Yoxdur belə şey. Belə şey mi olar? Bunlar kimdir belə? Kim bir balaca baş qaldırırsa, kim bir balaca cəsarətlisə, kim ağılla, məntiqlə iş görürsə, bu rejimə zərbə vurursa, sıracı çökürlər başına. Birbaşa eləyə bilməsələr də qardaş deyib əleyhinə iş yaparlar dal tərəfdən. Dolayısıyla yolun əleyhinə iş yaparlar. Bu qədər oğraşlıq olar, bu qədər cındırlıq, peysərlik olar. Bunlar kimdir belə? Bunlar nəyin blogeridir? Kimə xidmət edirlər bunlar? Hə? Deyir, mehman özü bilər neyini. Məsələ o deyil. Məsələ o deyil. Amma mehmana qarşı niyə bunu eləyirsiniz? Niyə insanlara şuuraltı belə hərəkət eləyirsiniz? Niyə yeridirsiniz insanlara şuuraltı ki? Bu mehman Heydarın arvadının şəkillərini paylaşmaqla baxmıyor. Bu dilvurandır bu. Bu dilvurandır bu, ay cəmaat. Başa düşdünüz? Məsələ budur. Oyun budur. Mən bunu demək istəyirəm, qardaşım. Mən mehmanı heç mən özü ilə gənə də deyirəm. Mən neçə illərdir mən bu meydandayım, mehmanın özü ilə bir dəfə də olsun belə şəxsdə danışmamışam. Dünən yox sırağayım mənə Messengerdə yazıb ki, link atıb ki, onu paylaşarsa. Mən də paylaşmışam. Dəstək vermişəm. Digərləri kimi. Məsələ bu deyil. Amma nədən belə hərəkət eləyirlər? Kimə xidmət eləyirlər? Kimə mesaj göndərirlər? Çıxıb birdən Elşad Məmmədov deyir, temanı tutdunuz. Temanı sən yox, Elşad Məmmədov. Tipoy oğlu tipoy. O temanı İlham Əliyev rejimini ötürürsün Mehman Hüseynov. Sən tut ki, ay İlham Əliyev. Ay bu rejim, ay bu hakimiyyət. Siz tutun. Məndən işiniz olmasın. Və digər özü müdafiə edir bizi Mehman Hüseynov. Digərlərinin, ailəsinin özünün ailəsinə girmək, ailəsini tutmaq, nə bilim şantaj eləmək, bunu eləməyin. Mehman Hüseynov bizi müdafiə edir. Elşad Məmmədov da çıxıb deyir ki, temanı tutdunuz deyir. Temanı İlham Əliyevə göndərir. Sənə nə adiyyəti var ay Elşad Məmmədov? Baxın, gör nə deyir burada? Barmaq da mənimdir, dil də mənimdir, nə bilim, instrument də mənimdir. Mehman kompleks deyib də, mən o söhbəti tutdum. Yəqin bu yaxınlarda işi çıxacaq, yemin edirəm. Mehman açıqlamanı ona görə verib ki, özüm bilərəm, dil də mənim, barmaq da mənim. İndi nə olar ki, adamlar var, müasirdirlər, dilbazlıq deyirlər. Zaman oğlandır da, özü bilər. Kim tutdu o temanı? Mehman mesajı temanı İlham Əliyevə göndərir o rejimə. Bunlar ifşa edirlər. Bunlar Mehmana qarşı savaşırlar, mübarizə aparırlar. Güya bunlar qardaşdırlar Mehmanla. Güya bunlar Mehmana dəstək verirlər. Ay. Ay sizə oğraş, peysər bilət, arvad anası bağışsıcırıq, paskuda, satqın köpəklər, 200 oğraşlar. Deyir, Elşada ki, heç kəs maraqlı deyil, öz devinin dövsün, məsələ ev davasıdır. Öyle qardaş, sən bu oyunun içərisində oyun oynursan, sən. Sən kimlərəsə xidmət eləyirsən, dolayısı yoluna bu mesajı verirsən sən. Başa düşürsən sən məni? Anlayırsan nə demək istəyirəm? Mehman çıxdı, bir də belə dedi, temanı tutdunuz. Mehman o sözü rejimə dedi, Əliyev rejimi, sənə nə adiyyəti var? Sənə nə adiyyəti var? Sən qədər mənim ağlım işləmir. Gör, mən çıxıb deyə bilmərəm onu. Anlamadım, ay Elşad Məmmədov. Gör, mən onu çıxıb deyə bilmərəm. Anlamadım. Məhəmməd Mirzəlinin dediyini mən çıxıb deyə bilmərəm. Şəkillərə baxıb qoğulu vurur. Nə var ki bunu deməyə? Və çox maraqlıdır ki, buna da yol asır, Mehman Hüseynov. Buna da yol asır. Bilmirəm, bunlar danışı verirlər bu oyunları. Yoxsa bilərəkdənmi, bilməyərəkdənmi? Nədir bu belə? Nədir bu belə? Ay Mehman Hüseynov, buna niyə yol açırsan, qardaş? Bu qədər qətiyyətli iş yaparsan, düz iş yaparsan, əqidəli iş yaparsan, sənin əleyhinə iş yaparlar, sakit qalırsan. Niyə demirsən, qardaş, mən burada qətiyyətli iş yaparım, mənim apardığım qətiyyətli işi niyə kölgədə qoyursan ki? Niyə güvənsiz, insanların şuurunda güvənsiz bir vəziyyət yaradırsan?
İnamsız biz vəziyyət yaradırsan. Mən Heydərin arvadının fahişə olduğunu qoyuram ortaya. Əxlaqsız olduğunu qoyuram. Sən də get cəmaata deyirsən ki, Mehman Hüseynov dilbazıdır, dilvurandır. Sən indi güya mənə dəstək verirsən. Niyə demirsən ay Mehman Hüseynov bunlara qardaş? Belə mübarizə mi olar? Belə siyasət mi olur? Belə ifşa mı olur? Belə həqiqi mübarizə mi olur? Hə qardaş? Ay insan, ay dostlar. Bu nə vaxta kimi belə davam eləyəcək? Niyə biz qətiyyətli olmamalıyıq ki? Ona görə məni meydanda dostlar bir çoxları bəyənmir. Məni görəndə qutuda elə bir ilan görürlər. Niyə? Çünki oyunlarını pozuram. Mehman Hüseynov mənlə efirdə olacaq. Ay zarafat olar. Elə söz düşər ki, orada gülməyin gələr, gülərsən də zarafat deyirsən. O ayrı bir şeydir. Sən mənim əleyhimə danışırsan. Mən İlham Əliyevə onun arvadını, qızını gəldirirəm, əxlaqsız, pozğun olduğunu fikirləyirəm. Bunun yanında mesaj göndərirəm ki, hətta bunun yanında təhsil özümə aid yox, digər blogerlərin də hamının haqqında adını danışır ki, ailəsini belə eləməklə, nə bilim qohumlarını tutmaqla, ona qarşı qoymaqla, şantaj eləməklə bu işlər olmaz. Eləməyin belə. Mehman bu mesaj göndərir ki, bunu çıxıb efirdən Mehmanın əleyhinə danışırlar. Deyir, mən deyir, temanı tutsum, deyir, nə deyir, Mehman Hüseynov dilvurandır, deyir. Sənin kimi blogerin təpəsini yerə soxum, mən. Sizin kimi mübarizə aparanın təpəsini yerə soxum. Oğraş yığını, oğraş. Biqiriyyət yığını, biqiriyyət. Buna da bunlar nə qədər qancıq adamlardır, nə qədər fahişədən doğan oğraş adamları. Gedib ondan bundan pul alıb satılırlar, it kimi quyruq bulurlar, sonra da efirə çıxıb deyirlər ki, sigareti tərcih etdim, deyir. Nə bilim, bahalı cip aldım. Nə osturağa bassan, Eşət Məmmədov? Nə osturağa bassan, sən? Dılqır. Hə? Sigareti tərcih etdim, maşın aldım. Ged o tərcih etmişsən sigareti yolunu Malaf'a da öyrət də, Malaf Cəlilzadiyə, o da alsın da maşın. Ged öyrət də, yalandan cəmaata deyir, mən işləyir. Nə işləməyə? İşləmək nədir? Bu qədər canlı yayınlara çıxırsan, küçə-küçə, nə bilim, şəhər-şəhər, ölkə-ölkə gəzirsən, videolar kəsib paylaşırsan. Bu qədər vaxtın yanında necə işləyirsən sən? Sən kimə elə salırsan, sən? Hə? Satqın. Namussuz alçaq köpəklər. Mən neçə vaxtı bunların onlarına qarşıyam da dostlar. Allah'ın olsun. Mən bunları yaxşı tanıyıram. Mən bu qancıq köpək şahını. Bu alçaq anası fahişələri mən yaxşı tanıyıram. Bu arvadı cırıq, paskoda gedələri. Mən bunları yaxşı tanıyıram mən. Mən elə belə çıxmıram ki, mən 2019'dan bu qancıqdan əmələ gələnlərə qarşıyam mən. Bəstirin, yığışdırın özünüzü. Oğraş çıxın, oğraş. Satılmışsa pulunu almışsan vızgıt keçişinə məşğul ol. Çındır, yığını çındır. O günlər belə Manaf Cəlilzadiyə də dedim. Burada bir nəfər yazır ki, Elşad hər gündə hər ölkə gəzir. Manafa da dedim, getsən də gəz də. Getsən də gəz də. O da işləmir, deyirsən dövlət baxır. Sağ da dövlət baxır, deyirsən də get gəz də. Gedin gəzin də, qardaş. Gedin siz də Mirzəli kimi dövlət baxır, siz də gedin Palmadaların gəzin də. Hə, Manaf Cəlilzadə, nə bilim Orxan Ağayev olsun. Hala gedin gəzin də siz də Palmadalarını. Gedin siz də Eşət Məmmədov kimi sigareti tərcihdən gedin siz də çip alın da özünüzə. Gedin alın da görüm alabilirsiniz. Mən Avropada yaşayıram, bu işlərin içindəyim. Elə Orxan Ağayevi də, Manafı da, hamısı. Bunlar Avropada ya, bunlar bilirlər. Bilirsiniz, niyə demirsiniz? Niyə demirsiniz? Niyə sorğu sual aparmırsınız ki? Siz nə oyunlar oynuyorsunuz siz? Hə? Siz bizim kimi mübarizə aparan, can qoyan oğulların üzərindən pul qazanırsınız siz. Kimsizəsiniz? Hə? Kimsiz siz? Mübarizə meydanında məqsədi, niyyəti pul qazanan adamın götü dağılmalıdır. Kim olur olsun? Anasının, arvadının ağzına çırıq almaqlanır. Kim olur olsun? Gedin deyin də. Niyə demirsiniz? Bu Manaf Cəlilzadə qardaş get denən də. Denən də, gedin deyin də. Bu sigareti tərk etsən maşın alırsın. O nətər olur? Mənə də bir yolunu da görək elə bir. Mən Rafael də tərcihsin. Mən də tərcidim, mən də bir cip alım. Nə qədər Azərbaycanlı var Almaniyada, nə bilim digər millətlər var. Gəlin yolun göstərək, sigaretin tərcihsin, cip alsın. Görək ala bilir. Cəmaatı elə salıblar. Cəmaatı elə salıblar. Elə bilirlər ki, bu cipin dərdi bir dənə sigaretin puludur. Bunun vergisi var, sigortası var.
Bunun aylıq sığortası cipin, onun sürdüyü maşının sığortası ən aşağısı 280-300 evrodur aylığı. Başa düşdünüz? Ən aşağısı 200-250 evro. Bu arasıdır. Bu illik gəlib 2000-2500 oturur. Bu nə nağıl danışır? Kim alladırlar bunlar? Sigareti tərcih etmişəm, cip almışam. Sigareti tərcih etməmişəm, it kimi satılmışsınız. Köpək kimi satılmışsınız. Başa düşdünüz? Siz o oyunları, ekranda sizə baxan adamları ələ sala bilərsiniz. Onları heyvan yerinə qoya bilərsiniz. Fikrimi çatdıra bildim sizə? Sizin götünüz var, gəlin mənlə qarşı-qarşıya çıxın. Mən sizə sübut edeyim ki, siz satılmışsınız siz. Qavqaşıq yuana bax, sən. Çıxardı bebirdən 30 min pul göstərir. Sigaret tərcih edib cip alıbdı. Sigaret tərcih edib cip alan adam çıxardı bebirdən 30 min göstərir. Ay. Nə bilim, o birisi Turalı, Mirzəlisi, palmadaların gəzirlər. Gedək biz də gəzək də. Bizdə niyə yoxdur o pul? Hə? Bəyən məndən ağıllısan, məndən cəsarətlisən sən. Gedib oradan buradan it kimi, köpək kimi pul alırlar, satılırlar, sonra da deyirlər ki, biz qavqaşıq yuyuruq deyir. Nə bilim, sigareti tərcih etmişim, maşını almayıb, bəsdir artistlik eləməyinə. Göt verən köpək, göt verən. Oğraş yığın, oğraş. Deyir, qardaş, deyir, Azərbaycan əhalisinin deyir, 80% bu gündədir, bir-birini qırır. Niyə? Çünki nəfs məsələsi var. Nəfs. Fitnə var, fəsad var, yalan var. Nəfslərin dalınca gedirlər. Həqiqətlərin dalınca getmək yoxdur ki. Həqiqətlərin dalınca getmək yoxdur. Çıxır sənə deyir ki, Mehman Hüseynov qardaşdır, halal olsun. Bax, belə olmaq lazımdır. Sonra da deyir ki, Mehman Hüseynov dilburandır, dilbazıdır, deyir. Mən deyir, Teğmanı tutdum, deyir. Bu nədir belə? Bunlar kimdə bu? Bunlar haranın qancıqlardır? Hansı qancıqdan əmələ gələn oğraş peysərlər də bunlar? Ya fakt deyir, qardaş, fakt hamısı. O Qabil də çıxıb efirdən deyir, mənim motorum deyir. Yalandan çıxıb efirdə deyir ki, mənim deyir, fikir versin, canlı yayıma çıxır, deyir, mən deyir, canlı yayıma deyir, S8 ilə çıxıram. Kimdə S8 var, canlı yayıma çıxsın görə, o elə... Kimdə S8 var, canlı yayıma çıxsın görə elə effekt verir? Cəmat elə salıblar, ya. 10 il bundan qabaqki telefonun kamerası bu günlərin gör necə gözəl görsədir. Deyir, S8 ilə çıxıram, deyir, telefonla. Deyir, S8'im var, deyir, kasıb oğlanam. Maşınımda motor döyübdür. Hər gün, deyir, motor döyüb, motor pulu göndərin. Motor pulu. Prezident gəlirsə, deyir, motor pulu göndərin bana. Motor yığdıracağım. Bunlar dəlidirlər, kişidirlaqdılar, nədirlərə bunlar. Cəmatı elə sablar, oğraş çıxın, oğraş. Bunlara dəstək verən özləri də fahişədir. Bunlarla bir cərgədə durub, bir yolu gedən özləri də elə fahişə yığınıdır. Oğraş peysər yığınıdır. Söhbət onların nə işlə məşğul olmağı deyil. Burada dostumuz yazır ki, əvvəl nə işlə məşğul olub. Bugünkü mövzumuz o deyil. O əvvəl yaxşı işlə də məşğul ola bilər, pis işlə də məşğul ola bilər. Amma bugünkü reallıq başqa şey deyir. Mehman Hüseynova həm dost deyirlər, qardaş deyirlər. Nə bilim, arxanda durmuşuq, hamımız bir yerdəyik, nə bilim nə. Sonra da çıxıb gedib efrasib Mehman Hüseynovun əleyhinə iş aparırlar. Belə uğraşlarla hara kimi gedə bilərsən? Belə cındalarla hara kimi? Belə fitnənin, fəsadın, yalanın olduğu yerdə yəni necə birləşə bilərik? Nətər birləşə bilərik? Bax, sonra da bəziləriniz deyirsiniz ki, birləşmirsiniz, bir-birinizi qırırsınız. Buna görədir də bəs. Mən deyirəm ki, qətiyyətli olun. Mehman bir bomba partladı, iş görüb dəstək verin. Mehmanın əleyhinə niyə iş aparırsınız ki? Məhəmməd Mirzəlisi, Qabil Məmmədovu, Eşat Məmmədov, bu peysərdən əmələ gələn arvadı, anası, bağışı, cırıq, petka gedələr. Siz Mehman Hüseynovun əleyhinə niyə iş aparırsınız ki? Belə mübarizə olur, Siz kimə xidmət edirsiniz siz? Sizin də bu sözlər deməklə adında qoyulur zarafat. Söz edirsiniz zarafat deyir.
Zarafat ne zarafat? Memar Hüseyin zarafat edir İlham Əliyevlə. O rejimi ifşa edir, zarafat edir onunla. Faktlar görüyor ortaya. Faktlar. Rejime mesaj gönderir. Özünün adından, bizim adımızdan blogerlerin, Mirzəlinin adından ne kişi? Mirzəlinin, Elşadın, Qabilin, Rafal hamımızın adından. Mesaj gönderir. Ki bu şantajla, montajla olmaz. Yani bize karşı olan tehlikenin karşısına geçir mehman. Götürüp mehmanı efirde elə salıb doluyurlar, lağ eləyirlər. Deyirlər ki, sən deyir, nədir, dil vuransan sən deyir, o deyir, komplek deyir, mən deyir, temanı tutdum deyir, dil vuran deyir, komplek. Mən belə başa düşdüm. Ya bu çox deyir, bunlar kimdir, bunlar haranın itidir, haranın tulasıdır, haranın qancıqıdır bu it köpəkləri. Oğraş yığına oğraş. Söhbət burada gene de deyirəm. Burada bir dostumuz yazıb ki, mehmanın yaxşı olmasıyla. Söhbət burada mehmanın yaxşı pis məsələsi deyil. Yaxı təşkilatlanmanın qarşısını niyə alırsınız ki? Bəlkə Mehman Hüseynovun apardığı iş bizim birləşməyimizə səbəb olacaqdır. Axı Mehman özü mesaj göndərir axı birdən. Deyir ki, bir-birinə qarşı olan blogerlər, digərlər də bu məsələyə dəstək verdi. Biz birlik olduq, birlik göstərdik. Nümunə olduq. Mehman deyir bunu, mesaj göndərir bizə. Bunlar çıxırlar, parçalamaqla məşğuldular. Niyə qardaş? İmkan verin də bir nəfər səbəb olsun da bir yerə gəlməyimizə. İmkan verin də. İndi o mənə şər atıb. Mən də onu çıxmışam şər attığına görə söymüşəm. Blogeri, Oğuz hamısı. Söymüşəm, bəli. Səbəb də özləri olublar. Özləri eliblər, faktlar var, sübutlar var. Hamısı baba buradadır, burada. Hamısı. Bəlkə buna səbəb olacaq Mehman Hüseynovdur. Niyə qarşısını alırsınız ki? Niyə qarşısını alırsınız? Bəlkə Mehman Hüseynov olacaq elə bunun nədir səbəbi? Bəlkə Mehman Hüseynov atılacaq ortaya ki, Əloğuz, sən Rafael Piriyevə şər etmişsən. Ne qardaş, olan şeydə oldu, yalan danışmışsan. Sən götürüb İlham Əliyev rejiminin Rafael Piriyevə qarşı etdiyi uğraşdığı götürmüşsən, bilərəkdən, bilməyərəkdən bunu eləmişsən. Eləməməliydin. Rafael sən buna görə söyüb eləməməliydin. Eləməməliydin. Sən gedib uşaq qatili Netanyahu'ya lider, qəhrəman deyirsən, Rafael'i daldan verən deyirsən. Eləməməliydin. Çünki səndən hansısa bir, nə bilim, Netanyahu'su gəlib sinsinə durmayıb. Rafael Piriyev duracaqdı. Eləməməliydin, Əloğuz. Bu ki, Mehman Hüseynov bunu deyəcək, birliyə səbəb olacaq. O da gəlib mənə deyəcək, Rafael Piriyev, o şər atıb başa düşürəm, sən də söymüsən, şər olub səbəb, sən də söyməməliydin, eləməməliydin. Səbrinə hakim olmalıydın. Bəlkə Mehman Hüseynov bizi birləşdirəcəkdi. Niyə bunun qarşısını aldılar ki? Nədən? Məqsədləri nədir ki bu adamların, dostlar? Məsələ budur, əziz qardaşlarım. Əziz insanlar, gözəl qardaşlar, bacılar, əziz insanlar. Mən bunu demək istəyirəm. Məsələ burada Mehman, Qabil, Elşad, Mirzəli deyil. Məsələ budur. Mehman olun, Məmməd olsun, Vəli olsun, Əli olsun. Bu ki, səbəb olacaqdı. Şanslı da düşürdün, olar ki. Mən istəmirəm birləşək. Mən istəmirəm bir güzə çevirlək. Mən istəmirəm adamlar səhvini etiraf eləsin. Mən də söymüşəm, söyüş də səhvdir. Boynumu alıram. Və səhvə də sən səbəb olmuşsan, mən səhvə getmişəm. Eləməməliydim, amma eləmişəm. Peki, Mehman səbəb olacaqdı bizim birliyimizə. Böyük bir güzə sevilməyimizə. Olmazdı belə, dostlar. Fitnənin, fəsadın aradan qalmasına Mehman səbəb olacaqdı bəlkə. Niyə bunun qarşısını alırlar ki? Niyə Mehmana deyirlər ki, biz sənin başa düşdük nə deməksin? Sən dil vuransan, Mehman Hüseynov. Sən dilbazısan sən. Niyə deyirlər ki ona? Niyə deyirlər ki, sən Heydər Əliyevin arvadının şəkillərinə baxıb qoğulu vurursan? Niyə? Belə gözəl-gözəl sözlərdən deyib, Mehman Hüseynovla bir yerə gəlib, yanında da belə məsləhətə gəlin, Rafaeli, Oğuzu, Məmmədi, Əlisi, hamı digər olsun, fərq eləmir. Gəlin bir yerdə bir şey görək. Əgər bu xalqı xilas eləmək istəyiriksə, gəlin bir yerdə iş görək. Peki Mehman səbəb olacaqdı. Niyə səbəbin qarşısına keçirirlər? Kimə xidmət edirlər bunlar? Kimə xidmət edirlər bunlar? Bu Qabili, Mirzəlisi, Elşadı kimə qardaş, kimə? Məsələ bu deyə əzizlərim. Mən buna yarıq töküləm, bunlar kimdir belə? Bunlar nə gəzirlər? Eyni Mehmana qarşı elədiyi uğraşdığı vaxt Məhəmməd Əhməd elədilər. Bu fahişədən əmələ gələn arvadı cırıqlar. Məhəmməd Əhməd elədilər.
Deyir Elşad Məmmədov deyir öz mülkü üçün savaşır. Bayaq dedim, buna açıqlama verdim, indi də deyirəm. Olsun, hər kəs öz haqqı üçün savaşsın. Buna mən bir söz demirəm. Mən kiməsə deyə bilmərəm ki, sən niyə öz haqqın üçün savaşırsan? Onsuz da sən öz haqqın üçün savaşırsan, verməyəcəksən. İlham Əliyev yenə də deyirəm, sənə gətirib 500 min verməkdənsə, aparıb verər Trumpa, sənə niyə verir ki? Trumpa verər, Erdoğana verər, İsrailə verər, Qərbin nə bilim müəyyən ölkələrinə verir, onlar saxlayır onu ayaqda. Rusiyaya verər, sənə niyə versin ki? Niyə versin ki? Sən bəyəm İlham Əliyev qoruyub ayaqda saxlayırsan. İlham Əliyev onu qoruyub ayaqda saxlayanlara pul verir. Amma yenə də hər bir halda mən bir söz demirəm, aparsınlar. Birliyin qarşısına niyə dururlar? Təşkilatlanmanın qarşısını niyə kəsirlər? Niyə qardaş? Niyə? Nəysə dostlar, məndən bu qədər. Gecəniz xeyrə qalsın. Mən məcbur idim bunları deməyə. Çünki bilirsiniz dostlar, getdiyimiz həqiqi yolda, doğru yolda biz həqiqətlər nədirsə onu deməliyik. Bəli, mən buna görə hədəf alınıram. Nə bilim, yuxarıdan aşağı baxırlar, daldan verən deyirlər, hakimiyyətə işləyən deyirlər, nə bilim, İrana işləyən deyirlər, hər cürə söz deyirlər, hər cürə. Desinlər, ebi yox. Allah niyyətləri görəndə, Allaha qurban olaram. Allah niyyətləri görəndə. Görürsünüz, bax, İlham Əliyev rejimi mənim vaxtında mənim əleyhimə elədiyi alçaqlığın cavabını bu günlərim Allah mehman kimi cəsarətli həyatını risk atan oğulların vasitəsilə gündəmə gətirdi. Onları rüsva elədi, biabir elədi. Təbii ki, bizdə dəstək verdi, yox heç. Biabir elədi, bəli. Allah mənlədir. Mən hər zaman demişəm, mən Allahla iş görürəm. Və bundan savayda o adamlarla iş görürəm ki, Allahı olar, vicdanı olar, ləyaqəti olar, abırı həyası olar. Mənə qardaş deyib, gedib o tərəfində əleyhimə iş aparmaz. Sən mehmanın apardığı işə dəstək versən, qardaş, nə bilim, bunun kimi olmaq lazımdır. O tərəfdən də gedib mehmanın əleyhinə iş aparırsan. Bu iş də öyle, bu mübarizə də öyle ki. Bu birbaşa bu hakimiyyətə xidmət eləmək deməkdir. Birbaşa bu rejimə xidmət eləmək deməkdir. Belə mübarizə olmur. Ay tipoylar, ay manqurtlar, ay seylər, ay başıboşlar. Siz elə bilirsiniz, ağıllısınız bu hərəkət eləməklə? Hə? Ay. Kim sizin təpənizi yerə soxum mən? Nəysə dostlar, məndən bu qədər. Özünüzdən müğayət olun. Allah sizləri qorusun. Mən yenə də deyirəm, həqiqəti olduğu kimi deyəcəm, istər Mehman olsun, istər Elşad olsun, istər Rafael olsun, özümlə də bağlı. Yüzü səhvimi də etiraf edirəm. Bayaq dedim mən, bəlkə Mehman səbəb olacaqdı bu ortalıqdakıların birliyinə. Bəlkə Mehman gibdəyəcəkdi ki, filan kəs, sən Rafaelə belə demişsən, bunu deməməliydin. Boynumu al ki, səhvdir də qardaş, etməməliydin. Fakt görünən odur ki, Rafael Piriyevin qohumlarını bax buradadır. Aparıb şöbədə danışdırırlar, sən efirə qoyub onun əleyhinə istifadə eləmişsən. Fakt, sən bilərəkdən və ya bilməyərəkdən bu rejimə xidmət eləmişsən. Etməməliydin. Demir ki, sən ora xidmət edirsən, amma etməməliydin. Onların əlinə işləmsən. Rafael də buna görə səni söyüb, təhqir eləyib, nə deyibsə, o da etməməliydi. Bir ki, səbəbi olacaqdı. Səbəbin qarşısına keçənlərin dalında atmaq lazımdır. Onları ifşa eləmək lazımdır. Onlara qarşı sözümüzü demək lazımdır. Qətiyyətli olmaq lazımdır. Dostlar, qardaşlar, əziz insanlar. Mən bunu demək istəyirəm. Mübarizə aparırıqsa, düzgün mübarizə aparaq, qətiyyətli olaq, müstəqil olaq, it kimi quyruq bulamayaq, zındır kimi, şərəfsiz kimi mübarizə aparmaq lazım deyil. Mənlə sən efirə çıxırıqsa, sən orada oyunu oynayarsan, mən də sayışsat deməyim, niyə? Rafaellə qardaşam, filan kəslə qardaşam, çörək kəsmişəm, salam əleykum var. Yox, əzizim. Bu meydan o meydan deyil. Bu meydan sənin birbaşa ananı da belə olsa əzib keçməlisən. Dədəni də belə olsa əzib keçməlisən. Haqqa çatmalısan. Bitti. Haqq çox önəmlidir. Çox önəmlidir. Ana bir dəyərdir, ata bir dəyərdir, evlat bir dəyərdir, ailə bir dəyərdir. Amma getdiyin haqq yolunda qarşına keçən anan belə olsa, 9 ay səni qarnında gəzdirən anan belə olsa, xışlayıb keçməlisini bitdi. Dur kənara, durmayacaq, xışla keç. Bitti. Bu meydan bunu bizdən tələb eləyir. Qutardı, getdi. Məsələ budur. Qətiyyətli olmaq lazımdır. Diri olmaq lazımdır. Ağıllı olmaq lazımdır. Hər həqiqəti deyən o demək deyil ki, doğru adamdır. Başa düşdünmü? Ona görə də ağıllı olun, şuurlu olun. Bu nə də belə? Məndən bu qədər dostlar. Allah amanda qalın, özünüzdən müğayət olun. Növbəti canlı yayımlarda görüşənədir. Sağ olun.